Chevrolet Cruze avtomobili işə salan kimi pər işləyir. 1 saatda axtarıram ki, bu pər niyə işləyir. İşə salan kimi işləyir ha. Yəni bir var ki, işə saldım, açıldı, sonra da bağlanmadı. Bir də var ki, avtomobili işə salan kimi işləyir. Bu avtomobildə də heç bir kod filan yoxdur. Bax, oxuyuram. Gördünüz, bax, kod yoxdur. İndi gələk temperatura. Soyutma için temperatur. 7 dərəcə göstərir. Amma vint hələ də işləyir. Pərdə yanmır. İndi buradan çıxırıq. Mühərrikin bütün parametrlərini çıxardırıq. Radiatorda olan vəziyyəti çıxardırıq. Və baxırıq ki, üzr istəyirəm. Radiatorda 0 göstərir. Yəni 0 göstərə bilməz. Bax, qazı basıram. Qazlayıram. Heç bir temperatur sensorunun göstəricisi dəyişmir. Görürsünüz? Sıfır göstərə bilməz. 0 ola bilməz. Yəni 0 dərəcə deyil də. Ona görə də həmin temperatur sensorunu dəyişmək lazımdır.